Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə cədvəllər haqqında danışacağıq. HTML-də cədvəllər vasitəsilə necə məlumatları ekranda göstərə bilərik, bunları sizə göstərmiş olacağam. İlk öncə burada nəzər salsaz əgər, mən yenə dərs folderini yaratmışam və index.html faylım var burada. Ctrl-B eləyirəm, sol tərəfi bağlayıram və burada da sağ düymə edib Open White Live Server eləyirəm ki, Live Serverinə mənim layihəm ayağa qalxsın. Baxın, burada qeyd etdiklərim ki var, bu təqlər haqqında danışacağıq sizinlə. İlk öncə cədvəllər dediyimiz zaman, yəni ingilis dilində tərcüməsi təbii ki, ümid edirəm bilirsiniz, table adlanır cədvəllər dediyimiz zaman. Yəni məlumatları hər hansı bir belə deyək də table, daha doğrusu məlumatları cədvəl formasında ekranda əks etdirmək üçün biz bunlardan istifadə edəcəyik. Bu təqlərdən istifadə edəcəyik. İlk öncə gəlin elə birbaşa başlayaq, yaza mən sizə izah eləyim. Baxın, table deməli təqi var burada. Klik edirəm. Bu nə üçündür? Bu ümumi table'ımızın çərçivələyən bir təqdir. Yəni bildirir ki, bunun içərisində olanlar table olaraq yazılmış olacaq. Biz bunu demiş oluruq burada. Yəni table açmalıyıq. Müəyyən bir table yazırıqsa, cədvəl yazırıqsa, cədvəl deməyəcəm, table deyəcəm. Siz də bunu bilin. Yəni tərcüməsi cədvəldir. Deməli, table təqi içərisində yazdıqlarımız müəyyən bir cədvəl formasında formalaşacaq. Bəs yaxşı, bu table-ın biz bilirik ki, məsələn, cədvəl varsa əgər bu formada, bunun bir xətt deyirəm buradan, bir dənə də buradan xətt çəkək, məsələn, belə bu formada. Məsələn, bu formada bölünür də, indi buradan da bölünür, bu formada gedir, elə deyil. Bunların hər bir xanası var. Bu table-ın xanası var. Və yaxud da ki, burada yellow eləyək. Məsələn, bunun başlıq hissəsi ola bilər burada. Yəni əsas hissəsi deyə bilərik də, hid hissəsi deyə bilərik. Başlıq ayrıdır, hid ayrıdır əslində. Burada onları göstərəcəm. Və yaxud da ki, bunun row, yəni sətirləri bunlardır, sütunları isə bunlardır. Baxın, bunları biz ayırd etməliyik. Yəni biz bu table içərisində yazdığımız zaman deməliyik ki, mən row yazıram. Yəni sətr yazıram. Məsələn, bir dənə sətr, 2 dənə, 3 dənə, 4 dənə sətri var. Neçə sütunu var? 1, 2, 3 dənə sütun var hal-hazırda burada. Elə deyil? Neçə dənə xanası olacaq? Təbii ki, xanalarda fərqli-fərqli artacaq da burada. Elə deyil? Və yaxud da ki, burada caption hissəsi ola bilər. Məsələn, buradan bir yazı yazarıq. Və yaxud da ki, aşağı hissədə footer hissəsi ola bilər bunun. Və yaxud da ki, bunun body hissəsi ola bilər. Footer, body, head. Bunlar nədir? Bunları izah eləyəcəm. Heç narahat olmayın. Yəni bu cədvəli biz sistematik olaraq qurmaq üçün müəyyən təqlər ki var, onları biz bilməliyik ki, onlar nə işə yarayır. Aydındır? İlk öncə gəlin, baxın, başlayaq nədən? TR-dən. Yəni bu nə deməkdir? Bu TR table row deməkdir. Baxın, tr yazıb enter vururam. Üzərinə gəlsəz əgər burada baxın, gəlir. MDN-dən də oxuya bilərsiniz. Burada deyir. Tr elementi nə üçün istifadə olunur? Row yazmaq üçün table-ın row-unu əks etdirir. Burada MDN-ə baxın, buna klik eləsəz, open desəz əgər, bununla bağlı məlumatı oxuya bilərsiniz. Baxın buradan. Developer Mozilla-dan oxuya bilərsiniz. Yəni bu bütün təqlər üçün demək olar keçərlidir. Təqin üzərində dayanırsınız. Burada açıqlayıcı mətn var. Başa düşməsəz bunu buradan seçin, Ctrl-C eləyin, aparın tərcüməyə yapışdırın, tərcüməsinə baxın. Əgər birbaşa məlumatlara baxmaq istəyirsinizsə, bunun üzərinə gəldiniz. Burada link verilir, fikir verin. Üzərinə gələndə əl işarəsi olur. Vurursunuz buna, göstərir hara aparacağını hətta baxın. Hara aparacağını göstərir bizim üçün. İndi kontrol vurduğum üçün itir oradan, amma aşağısında gördüyünüzdə pop-up kimi çıxdı. İndi də çıxıb hal-hazırda. O ünvana aparacaq və orada artıq siz məlumatları oxuya biləcəksiniz. Bunları da bir əlavə məlumat olaraq bilin. İndi gəlin başlayaq. Baxın, tr dediyimiz zaman table row, yəni bizim bir table'ımız var. Mən buna bir dənə row əlavə eləyirəm. Yəni bura sətir əlavə eləyirəm, row əlavə eləyirəm. Tr bunun üçündür. Məsələn, gəlirəm bura müəyyən bir şeylər yaza bilərəm, amma belə bir şey, məsələn, row yazıram elə bura, belə bir şey yazıram. Ctrl-S eləyirəm. Bu row görünür burada. İndi məsələ odur ki, gəlin bu table-da, baxın, border atributu var bunun. Normalda istifadə olunmur. Mən sadəcə burada sizə göstərmək üçün, bu xətlərlə göstərmək üçün bundan istifadə edirəm. Normalda CSS ilə və s. bu table-lara zaten özəlliyi verilir. Buna bir dediyimiz zaman deyirik ki, kənar sərhədləri bunun olsun. Kənar sərhədləri olsun. İndi məsələ nədir? Baxın, mən table yazmışam, içərisində tr yazmışam. Yəni, baxın, nə demişəm? Demişəm ki, bir dənə table'ım olsun, bunun bir dənə də row-u olsun. Elə deyil. Bu row-un içərisində birbaşa yazı yazmışam hal-hazırda mən. Bu biraz düzgün yanaşma deyil, elə deyil. Bu tr-i də mən sütunlara bölməliyəm. Onun üçün də th-dan istifadə olunacaq. Baxın, tr içərisində th yazdım, fikir verin. Th. Bunun üzərinə gəlib dayandığımız zaman header hissə, baxın, th elementi deyir ki, header göstərir. Burada da MDN-dən gedib oxuya bilərsiniz məlumatını və ya bunu seçin, dediyim kimi aparın tərcümə edin. Bu th içərisində, məsələn, mən cədvəl qurmaq istəyirəm ki, tutalım
Ad, soyad, bir də yaşla bağlı olsun. Ad yazıram bura. Daha sonra kontrol vurub enter vururam. Yəni bir dənə də TH yazacağam. Hal-hazırda TR içərisində mən nə yazmışam? Baxın, cədvəlimiz belədir. Mən bir dənə bura, baxın, row əlavə eləmişəm. TR ilə row əlavə eləmişəm, elə deyil. Amma TH-la isə bir dənə sütun əlavə elədim. Yəni bunu əlavə etmiş oldum. Baxın, bu hissəni əlavə etdim TH-la. Aydındır? Ctrl S eləyirəm, baxdığımız zaman baxın ad hissəsi düşdü bura. Bir dənə row-umuz var burada, bir dənə də sütunumuz var. İndi gəlirik bura bir dənə də sütun əlavə edirəm. TH deyirəm. Baxın sütun əlavə edirəm. Soyad deyirəm məsələn. Soyad. Daha sonra düşürəm aşağı TH məsələn bir də yaş deyək buna. Yaş deyirəm. Ctrl S edirəm. Baxın, fikir verirsə bu yaxınlaşdırmışam da. İndi sizdə uzaqda düşəcək. Burada mən kompüterin özündən yaxınlaşdırıram. Ctrl basıb yaxınlaşdırmıram, amma bu formada eləmədim. Siz də elə eləsəz qarışacaq bu deməli kompüterin özündən mən yaxınlaşdırıram bunu. Baxın, yəni klaviaturadan deyil də. Baxın, ad, soyad, yaş. Bunlar düşdü bura, elə deyil. Bunlar baxın cədvəlimizə belə baxdığımız zaman fikir versəz əgər burada bir dənə row-umuz var. Baxın, row-umuz var və bu da sütunlardır. Elə deyil, bu da sütunlardır bölünüb. İndi gəlin mən bir dənə də sətr əlavə eləmək istəyirəm. Baxın, TR yazıram, çıxdım, baxın. Bu TR-in aşağısına düşdüm. TR yazıram yenə. TR, yəni table row əlavə eləmək istəyirəm. Bu içərisinə artıq TH-la əlavə etməyə ehtiyac yoxdur. Baxın, buradakıları bir-bir istifadə edirik. TH-la bu formada normalda başlıq, hit hissələri yazırıq biz. Amma TD ilə, TD ilə isə table data deməkdir bu. Məlumatları yazacağıq. Table'ın datalarını yazacağıq. Baxın, üzərinə gəldiyimiz zaman data. Dataları göstərəcək. Məsələn, ad yaza bilərik. Rəsul yazıram bura. Sonra Ctrl vurub enter vurdum. İndi baxın, bu formada Ctrl S eləsəm, düşür bu adın altına. Fikir verin. Adın altına düşdü bu table data olaraq. Aydındır? Yəni uyğun olaraq fikir verin. Bu sıralamasına fikir verin də. Baxın, burada TR içərisində TH yazmışıq. Artıq ikinci sətirdə, ikinci sətrə düşdükdə, ikinci sətirdə birinci element deməli bunun altına düşəcək. İndi ikinci sətirdə ikinci element yazanda bunun altına düşəcək. İkinci sətirdə üçüncü element yazanda o bunun altına düşəcək də ardıcıl. Yəni bura və bura düşmüş olacaq. İndi üçüncü sətri əlavə edəndə bura yenə birinci element düşəcək bura. Üçüncü sətrin birinci elementi düşəcək bunun altına. Üçüncü sətrin ikinci elementi düşəcək bunun altına. Üçüncü sətrin üçüncü elementi düşəcək yaşın altına. Aydındır? İndi gəlin məsələn TD deyirəm. Artıq data olduğu üçün bunlar başlıq olmadığı üçün mən nə ilə yazıram? TD ilə, yəni table data ilə yazıram. Məsələn Zangirli, Ctrl Enter vururam. Baxın, Ctrl S edirəm, o gəldi bunun altına. Və bir dənə də yaş hissəsində də məsələn table D deyirəm. Tutalım 30 deyirəm. 30 deməyəcək, özgər. 25 deyə yaxşı, çox qocaldım. Ctrl S edirəm. Baxın, fikir verin, bu da gəldi, düşdü bunun altına. İndi yenə bir dənə də fikir verirsiniz, table'ın altında yazıram bunları. TR yazmışıq. Yəni bu TR-lər, baxın, bu sətirdir. Bu da sətirdir. Bunlar isə sütunlardır. Yəni bu sütun hardadır? Birinci sətrin birinci yerində dayanıbdır. Elə deyil, birinci sütunudur bu. Bu isə birinci sətrin ikinci sütunudur, bax budur. Bu isə birinci sətrin üçüncü sütunudur. Daha sonra bu nədir artıq? Bu ikinci sətirdir bu table'da. Bundan əvvəl çünki bir dənə TR var burada, elə deyil. Bu ikinci sətirdir. Bu isə ikinci sətrin, bax bu TD yazmışam, Rəsul yazmışam bura. Bu ikinci sətrin birinci sütunudur. Bu ikinci sətrin ikinci sütunudur. Bu da ikinci sətrin üçüncü sütunudur. İndi bir dənə də TR əlavə eləsəm bura, baxın TR yazıram. Yenə gəlirəm, tutalım bunları buradan Ctrl C eləyirəm. Ctrl C eləməyək, yaxşı, sizlə bir yerdə yazıram. TD deyirəm, baxın bura deyirəm. Məsələn, Mehdi deyirəm bura. Aşağı düşürəm, TD deyirəm. Məsələn, Mehdi yazıram elə, ya da Cangirli yazaq. Cangirli yazıram, enter vururam. Məsələn, bir də TD deyirəm. Məsələn, yaş olaraq da 5 yaş yazıram, 6 yaş yazıram, nə şey yazıram da indi. Ctrl S edirəm. Baxın, bu da gəldi, düşdü bura. Fikir verdinizsə, Mehdi Cangirli 5 yaş. Düşdü bura. Deməli, bu necə oldu? Bu bizim birinci sətrimizdir. Bu bizim ikinci sətrimizdir. Gəlin burada göstərin, baxın. Bunları kvadrata alıram. Bunu da kvadrata alıram. Bunu da kvadrata alıram. Baxın, bu buradır. Fikir verin, buradır. TH ilə yazmışam. Bu TH, bu addır. Bu soyad, gəlib budur. Fikir verin. Bu yaş hissəsi budur. Daha sonra bu isə, baxın, bu TR yazmışam. Bu sətirdir.
Bu sətirdir. Onun içərisindəkilər uyğun olaraq baxın TD burada birincidir, sonra bu ikinci, sonra üçüncüdür. Sonra TR özü də bir dənə sətirdir. Baxın burdadır. Onun sütunları hansılardır? TD yazmışam burada. TD ilə sütunların altına düşübdür. Table data ilə yazmışam, alt-alta düşübdür. O da bura gəlib düşübdür. Yəni bura sütunlardır, bura isə sətirlərdir. Aydındır? Və bunu belə başa düşmək lazımdır. Daha sonra baxın burada əsasları keçdi elə demək olar. Yəni table'da əsas istifadə olunanlar bunlardır. İndi burada digər məlumatlar var. Məsələn, caption hissəsi var. Bu caption başlıq, müəyyən bir ad vermək istəyirik məsələn table'a. Bunun üçün istifadə oluna bilər. Yəni gəlirəm table içərisində sətirlərin üzərinə məsələn caption yazıram. Buna deyək tutalım cədvəl ya da table nəsə yazaq da. Cədvəl yazıram. Ctrl S edirəm. Baxın gəldi bura düşdü. Həmin yazı gəldi bura düşdü. Daha sonra burada T-head var, table head var, table body var, table foot var. Yəni footer hissəsi, foot hissəsi, ayaq hissəsi də belə demək olar. Bu isə baxın bu 3 dənə tag isə table-ı sistematik olaraq bölmək üçün istifadə olunur. Yəni nə deməkdir? Biz zaten burada table-ı qurduğumuz zaman sistematik olaraq bunu qurduq. Bu aydın məsələdir. Amma bunlarla isə biz table-ı uyğun olaraq hissələrə ayıra bilirik. Necə mən dedim ki, HTML-də baxın head hissəsi var, body hissəsi var, elə deyil. Body hissəsi özündə bölünəcək, main-lə böləcəyik, footer-la böləcəyik və s. hissələrə böləcəyik də aside hissələrinə böləcəyik məntiq olaraq. Bu da eyni ilə sanki o balon içində balon demişdim sizə. Düşünün ki, bu table-da body içərisində bir balondur. Bu table-ın öz içərisində də artıq balonlar var. T-head ilə böləcəyik head hissəsini, T-body ilə böləcəyik body hissəsini, T-foot ilə də böləcəyik footer hissəsini. İndi gəlin burada belə bir şey yazaq. Məsələn, bir dənə də TR yazıram bura, yekun yazıram bura. TR içərisində TD yazıram, yekun yazıram. Baxın, yekun yazdım. Ctrl S elədim. Bu yekun düşdü bura, elə deyil. Mən istəyirəm ki, bu iki sətri əhatə eləsin. Baxın, bu bir dənə yekun elə burada, bu ikisini əhatə eləsin. Onun üçün scope özəlliyi var. TD-yə vururam. Baxın, scope yazacağam bura. Scope yazdım bu formada. Məsələn, 2 deyirəm, Ctrl S edirəm. Daha doğrusu call scope deyir. Call span daha doğrusu. Scope yox, call spanıdır, baxın. Budur. Bundan istifadə edilir. Normalda tədrisə bunu daxil eləməmişəm, amma istifadə edilir. 2 yazdığımız zaman, baxın, ikisini əhatə elədi burada. İndi bir dənə də TD yazanda artıq bura, bu TD 2 dənəsini əhatə edibsə bunun, deməli bu TD də bu üçüncünü əhatə edəcəkdir, elə deyil. Burada məsələn yekun yazıram, nəsə yazaq da indi bitdi yazıram, bitdi, nəsə yazırıq da bura. Bildiniz necə? İndi cədvəl olsaydı düşünün burada rəqəmlər var, burada yekun cəmi deyib burada onu tapmaq olardı. Aydındır? Fikir verdinizsə, call spanla mən dedim ki, bu sütun 2 dənə sütunu əhatə eləsin. Baxın, yekun burandı. 3 desəydim əgər, baxın bunu Ctrl KC eləyib 3 desəm əgər, sizcə nə olacaq? Bu artıq alt sıranı bütün əhatə edəcək. Baxın, hamısını götürəcək. Fikir verin, hamısını götürdü. Aydındır? İndi mən bunu və yaxud da ki 3 belə desəm, bu qalsa burada nə olacaq? Bir dənə kənara əlavə olunmuş olacaq, amma fikir verin, T-head hissəsi burada yoxdur. Burada indi nəsə yazsaq, T-head yazsaq, əlavə yazsaq, baxın, Ctrl S edirəm, o əlavə düşəcək bura, bu bitdi bura düşəcək, amma bunların mən dördüncü, deməli, T-head hissəsinin dördüncü sütun hissəsini əlavə etmədiyim üçün data yoxdur. İndi onları əlavə eləsək bura, məsələn, buradan əlavə eləsək, belə bir şeylə yazsam, Ctrl S eləsəm, baxın bunun üçün düşdü və ya bunun üçün də əlavə eləsəm, T-data deyib burada bir şeylər əlavə eləsəm, baxın bu da bura düşəcək. Aydındır? İndi bunları geri qaytarıram mən. Lazım deyil bunlar mənə. Ctrl S eləyirəm. Baxın bu formada qalsın. Bunu da 2 eləyək ki, 2 dənəsini tutsun. Düşünün ki, belə bir cədvəlimiz var bizim. Bu cədvəli necə bölə bilərik biz? Fikir verin, necə bölə bilərik? Bax, bu hissə var, elə deyil. Bura nədir? Ümumidir də, yəni sütunların adlarıdır sanki. Ad, soyad, yaş hissəsi. Qeyd olunub ki, yəni bu sütunda adlar yazılacaq, bu sütunda soyadlar yazılacaq, bu sütunda yaş yazılacaq, elə deyil. Daha sonra yellow ilə ya da qırmızı ilə elə göstərin, blue ilə də göstərmək olar. Baxın, bu hissə isə T-body hissədir. Yuxarı qırmızı hissə T-head hissəsi oldu. Yaxınlaşdırdım səhvən. Baxın, bura T-head hissəsi oldu. Bura T-body hissəsi oldu. Yəni datalar var burada, gövdə hissəsidir. Bu isə yekun hissəsidir artıq. Bax, buranı da qırmızı edirəm. Yekun. Aşağı hissə isə buna deyəcəyik table foot hissə, footer hissə. Yəni bitiş hissəsi. Fikir verdinizsə table-ı 3 hissəyə bölə bildik. Əsas 3 hissəyə bölə bilərik. T-head hissəsi, T-body hissəsi və T-foot hissəsi. Bax, bu qeyd etdiyim təqlər onun üçün istifadə olunacaq. İndi gəlin bölək. Caption-ı kənarda saxlayıram. Baxın, bu ad, soyad, yaş hissəsi var burada, elə deyil. Bunları buradan Ctrl X eləyirəm. T-head yazıram bura, baxın bu formada və bunun içərisinə yazdım. Daha sonra
TR yazılıb burada. Bunun içərisində TD-lər var, elə deyil, data var da burada. Bu data olanları Ctrl X edirəm. T bədii yazıram buna. T bədii içərisində yazacağam və aşağıda yekun hissəsi artıq bu ayaq hissəsi, son hissəsi yekundur da. Bunu da ayrı bir segmentə bölmək olar, elə deyil. Onun üçün də Ctrl X edirəm. T foot hissəsi. Foot hissəsi yazacağam. Ctrl V eləyəcəm, Ctrl S eləyəcəm. Baxın, dəyişən bir şey olmadı. Burada deyəcəksə bunu niyə görə yazdıq ki biz? Dəyişən bir şey olmadı. Bunu biz belə yazırıq, amma CSS-də bu bizim çox köməyimizə yarayacaq, kömək olacaq bizə. Niyə görə? Çünki məsələn deyəcəyik ki, T hit hissəsinə tutalım bu özəlliyi ver. T body olanlara bu özəlliyi ver. Ümumiləşdirmiş oluruq da, sanki bir dənə də o bir dənə balon içərisində idi düşün bunlar. Onu bir dənə də balon içərisinə saldıq. Baxın, ayırdığımız zaman fikir verin. T hidi bağlayıram, buradan bağlandı. T bədini bağlayıram və T foot hissəsində bağlayıram bu formada. Table içərisində bunlar qaldı. İndi hansına baxmaq istəyirəm, buradan açıb baxa bilirəm. T hit hissəsində bu hissəni yazdıq. Bunu artırmaq olar. Məsələn, TH-a əlavə bir sütunlar əlavə edib buradan apara bilərsiniz. Baxın, buradan əlavələr edib apara bilərsiniz. Aydındır? Ctrl B eləyək buranı. Səhvən bağladım. Ctrl B edirəm təkrardan. Baxın, bu belə. İndi bunları açıram. Yəni bildik də, ümid edirəm ki, buradakıları bildiniz. Baxın, table-dan istifadə elədik. Tr-dən bildik ki, table row deməkdir. Adından yadında saxlayın. Table hit budur. Table data budur. Caption başlıq hissəsidir. T hit hissəsi cədvəlin baş hissəsidir. Baxın, cədvəl daxilində sanki hansı sətir baş sətirdir, onu qeyd edirik burada. T body var, T foot var burada. Aydındır? Bunlarla biz deməli müəyyən bir bölüşdürmələri eləyə bilirik. Bir də scope dedim. Baxın, burada bayaq call span yazanda scope yazdım. Həmin scope-la biz bildirə bilirik ki, bu əslində başlıq row-dur və yaxud da ki, call və ya row seçə bilirik orada. Onu da bilməyimiz o qədər çox önəmli deyil. Yəni bu qədərsini bilsəz sizə kifayət eləyəcək. Yəni çox məlumatların içində itib batmaq lazım deyil. Bu belə. İndi son olaraq gəlin burada, baxın, bu incələ hissəsində inspect hissəsində, yəni sağ düymə eləyib inspect eləyib. Buna burada da baxaq, ondan sonra struktura burada da baxaq, ondan sonra dərsimiz yekunlaşsın. Baxın, buna klik eləyin. Gəlib baxırıq, fikir verin. Üzərində dayananda, burada üzərində dayananda bu hissədə fikir verin. İşarələnir sizin üçün. Baxın, bura cədvəl üzərinə gəlirəm. Baxın, caption hissəsi üzərinə klik elədim. Daha sonra gəlirəm bura. Məsələn, bax, bu yaş nəyi göstərəcək? Fikir verin. TH-ı göstərdi, fikir verdi hissəyə. Yəni burada üzərində gəzərək bilmək olur. Baxın, soyad məsələn nəyi göstərir, ad nəyi göstərir və yaxud da ki, bunların olduğu, baxın, bunların olduğunu seçə biləcəm, görün. Baxın, buradan T-ri seçmək istəyirəm mən. Bu table'dır. Baxın, bu özü table'dır. Fikir verin, table'da. Bunu demək istəyirdim mən. T-r, baxın, T-ri burada üzərində gələndə sol tərəfdə göstərir. Bunu bağlayıram, məsələn, düşürəm aşağıya. Bu T-hid içərisindədir. Fikir verin, T-hid içərisində T-rdir və ya T-body var, bax. Fikir verin, T-body haranı götürür? Oranı işarələyir. Onun içərisinə baxanda T-r birinci, baxın, budur. Yəni body-nin birinci sütunudur. Yəni cədvəlin ümumi üçüncü sətridir, daha doğrusu. Sütunu yox, sütunu yox, sətridir. Bu da body hissəsinin ikinci sətridir, amma ümumi table'ın üçüncüsüdür, elə deyil. Çünki ad hissəsi yazılıb, sonra Rəsul yazılıb, sonra Mehdi yazılıb. Daha sonra T-body-də bunları ümumi götürür. T-foot hissəsi var, aşağı hissəsi. Bunun da içərisində bir dənə nəyimiz var? Row-umuz var, elə deyil. Yəni sətrimiz var və bunu da burada yazmışıq. İndi bunun da içərisinə baxsaq, baxın, burada görsənir, yekun hissəsi görsənir ki, call spanla 2-dir və yaxud da ki, TD hissəsi burada da bu bitdi hissəsidir. Aydındır? İndi mən bura bitdi yazmışam, qeyd etdiyim kimi. Məsələn, ola bilər ki, cədvəl olsun, burada rəqəmlər olsun, cəmi bura yazılsın. Aydındır? Məsələn, burada belə bir cədvəl qurmaq olar. Tutalım, burada məhsullar yazılır, məhsulun adı və qiyməti yazılır. Adı, qiymət, adı burada yazılır, qiyməti burada. Düşünün, belə bir şeydir. Bax, bunu hazırlayın. Elə praktik olaraq sizə verirəm. Baxın, bunu hazırlayın. Düşünün ki, belə bir cədvəlimiz var. Bunu bura qədər gətirirəm. Bax, belə bir quruluşu hazırlayacaqsınız. Burada məhsul adı olacaq. Yəni, məhsulun adı bura yazılacaq. Məhsulun qiyməti bura yazılacaq. Yəni, bura ad, bura qiymət yazmalısınız. Bu nə olacaq? T-hid olacaq. Yəni, bu hissə kimi olacaq. Burada isə, baxın, nə hissəsində? Bu da bir də ki, T-hid hissəsində yazılacaq da, elə deyil. Bura isə T-body hissəsində yazılacaq. Burada məhsulun adı. Məsələn, alma yazırıq, qiymətini yazırıq, tutalım 5 manat. Heyvə yazırıq 3 manat. Çiyələ yazırıq 6 manat və s. 5-6 dənə məhsul qeyd edin bura. Və burada sonra gələcəyi belə bir şey yazın. Baxın, belə bir şey yazın. Bunu elə aşağıda düşürmək olar bu formada. Baxın, belə. Burada toplam dəyər olacaq. Məsələn, 65 yazarsınız bura. Məsələn, deyəndə buranı toplayarsınız əlinizlə, neçə eləyir onu bura yazın. Burada da toplam qiymət yazarsınız. Bax, burada toplam qiymət, bunun qarşısında da onu yazarsınız.
Aydındır? Belə bir cədvəl mütləq şəkildə hazırlayın. Yəni rahat bir üsul olacaq. Necə yazacaqsınız? Gəlin onu da deyim, ondan sonra yekunlaşdıraq. Buranı yazacaqsınız nə olaraq? T hid olaraq yazacaqsınız buranı. T-yi açacaqsınız içərisində. Bir də daha sonra 2 dənə də T H açacaqsınız, TH açacaqsınız. Yəni burada ad yazacaqsınız, məhsul adı. Burada da yazacaqsınız nəyi? Məhsul qiyməti. Table-a da bir deyərsiniz, border özəlliyinə bir deyərsiniz ki, belə cədvəl kimi düşsün. Daha sonra burada yazacaqsınız, ondan aşağıda yazacaqsınız. Nə? T hidin altında T bədii yazacaqsınız. Dərsimizin vaxtına qalıb. Bəlkə elə mən sizlə yazım onu bir yerdə. Gəlin yazaq. Baxın, gəlin yazaq. Bunları Ctrl-KC eləyirəm. İkinci praktika dərsi salmayayım. Elə burada Ctrl-KC eləyək. Baxın. Table yazıram. Table yazdım, elə deyil. Bunun border özəlliyinə 1 verirəm. Qalınlığı 1 olsun. Deməli, biz necə cədvəl qurmalıyıq? İlk öncə T hid yazıram. Baxın, T hid hissəsində T-yer açıram bir dənə. Bunun içərisində TH açacağam. Yəni bunu artıq siz yazmısınız, ümid edirəm. Bu hissəyə baxırsınız da, videonu dayandırın, özünüz yazın, sonra bura baxın. TH-da yazıram məhsul adı. Məhsul adı. Bir dənə də TH yazıram. Məsələn, məhsul qiyməti, hərf səhvlərini düzəldərsiniz. Ctrl S edirəm. Məsələn, səhifəmizdə baxdığımız zaman buranı da sağ düymə bağlayıram. Bunu da sağa çəkirəm. Baxın, bu formada məhsul adı və məhsul qiyməti. Daha sonra T hiddən də çıxıram artıq kənara. Burada nə açacağam? Baxın, T bədii açacağam. T bədii içərisində nə yazmalıyam? T-yer yazmalıyam bir dənə. T-yer içərisində TD yazmalıyam bir dənə. Məhsul adı bura düşəcək. Yəni bu məhsul adının altına düşəcək. Məsələn, alma yazıram. Kiloqram qiyməti yazaq da məsələn. Bir dənə də TD yazıram. Burada qiymət olmalıdır. Elə deyil, məsələn 5 manat. Sonra düşürəm aşağı. Burada düşmürəm. Baxın. T-yerdən kənara çıxıram. Çünki yeni bir sətr yaradırıq axı. T-yer yazıram yenə ikinci, yəni ümumilikdə üçüncü sətr yaratmış oluram. TD yazıram. Məsələn, alma heyva yazaq bura. Heyva yazaq. Bir dənə də TD yazıram. Heyvanın qiymətini artıq bura yazacağıq. Məsələn 4 manat olsun. Daha sonra düşürəm aşağı. T-yerdən yenə düşürəm aşağı. Bir dənə də məhsul yazıram. Kifayət edəcək. TD yazıram. Məsələn nar yazıram. Narın da qiyməti məsələn TD yazıram bura. Tutalım nə 7 manat olsun da məsələn deyirəm də. Ctrl S eləyirəm. Baxın, bu formada məlumatlar gəldi. Məhsul adı, məhsul qiyməti. Bura düşdü, elə deyil. İndi T bədii ilə qurtardıqda məhsullar burada vardı, elə deyil. T bədii ilə kənara çıxıram, table-ın içərisində qalıram. T foot hissəsini yazıram. Bunun içərisində nə olacaq? TR yazıram ilk öncə, elə deyil. Bu TR-in içərisində nə yazacağıq? TD yazıram. Ümumi yazaq da, məsələn, ümumi deyə. Bunu məsələn T hid olaraq da yazmaq olar ki, qara düşsün içərisinə. Məsələn, bax, T hid olaraq yazıram. Qiymət. Bir dənə də T hid yazıram. Toplam qiymətdə indi baxın. Toplam qiymət. Burada nə qədər edir? 5-dir, 4-dür, 9, 16 eləyəcək, elə deyil. 16 yazıram bura. Ctrl S edirəm. Baxın, toplam qiymətdə qara düşdü. Amma bunu TH-dır məsələn. Bunu TD-nə yazsam normal yazı kimi düşür. Fikir verdiniz? Məsələn, burada bu formada TH-la da yazmaq mümkündür də. İndi bu təbii ki, SEO tərəfdən nə dərəcədə düzgündür, düzgün deyil. Bunu araşdırmaq lazımdır. Amma belə də yazmaq mümkündür. Sistematikamız bu formada oldu. Toplam qiymət 16. Aydındır? Yəni bunu topladıq sanki. Buradakıları özümüz topladıq. Bura yazmış olduq. Aydındır? Fikir verdiniz də necə böldüm? Baxın, bu praktikanı mütləq şəkildə siz də eləyin. Mən biraz sürətli getdim. İndi siz də bu praktikanı mütləq şəkildə eləyin. Aydındır? Buran Ctrl-KC eləyək. Praktika yazıram bura. Ctrl-S eləyirəm. Belə, ümid edirəm ki, bu dərsimizi də başa düşdünüz və bu table-dan ümumiyyətcə cədvəldən istifadə eləməyi bacardınız, bacaracaqsınız və burada praktika hissəsi hanı? Praktikanın altına baxaq. Praktika, baxın, bunun altına baxırıq. Burada table-a, baxın, bu table içərisində burada caption-da yazmaq olar. Caption-da yaza bilərsiniz. Məsələn, məhsul cədvəli və s. kimi ad verə bilərsiniz. Ümid edirəm table, yəni cədvəllər dərsində bir çətinlik olmayacaq sizdə. Növbəti dərsimizdə fərqli mövzu ilə davam edəcəyik. Bu dərsimizdə fikir verdinizsə praktikasını da elə öz içərisində elədik. Növbəti dərsimizdə qeyd etdiyim kimi fərqli mövzu ilə davam edəcəyik. Növbəti dərsdə görüşək.